Salam, hər vaxtınız xeyir dostlar. Hər birinizi Astem Akademiyasına salamlayıram və mən Yadova Dadaşov. Bugünkü üçüncü dərsimizə başlayırıq. Bugünkü bizim üçüncü dərsimiz storage device, yəni saxlama qurğuları barəsində söhbət edəcəyik. Storage'lər necə olur, neçə cürləri olur və nə üçündür. Bildiyiniz kimi artıq hər bir bizim gündəlik istifadə etdiyimiz avadanlıq vardı. Yəni telefondur, planşetdir, kompüterdir, notebookdur. Hamısının yaddaş qurğusu deyilən bir elementi var. Yəni yaddaş qurğusu nə üçün istifadə olunur? Bildiyiniz kimi kompüterimizdə və digər bizim device'larımızda hər bir faylı, şəkili, video saxlamaq üçün əlbəttə ki, təbii ki, yaddaş lazımdır və hər bir cihazın özünə uyğununa görə, yaddaşına görə cihazları var, yaddaş qurğuları var. Yəni storage devices nə üçündür? Saxlama cihazlarına təhlil ediləcək məlumatları və sifarişləri saxlayan kompüter sistemin bir komponentləridir. Standart olaraq kompüterin yaddaş növləri iki cür olur. İlkin yadda saxlama qurğu cihazları daxili yaddaş da deyilir həmçinin orada. İndi kimə necə rahat deyir. Ən yaxşı nümunələr, yəni ilkin saxlama cihazlarına RAM və ROM-dur. İkinci isə dərəcəli saxlama qurğuları adından özünə məlumat olur ki, kompüter sistemində xarici olan dərəcəli yaddaş növüdür. Yəni ola bilsin flash USB flash device ola bilər, mikrokart da ola bilər, external hard disk, external SSD də ola bilər. Gəlin keçək ilkin yaddaş qurğuları bir barədə danışım sizə. Deməli RAM, Random Access Memory, bunu yəni hamı yəqin bilir RAM nədir və nə cür istifadə olunur, ROM nədir? RAM hər hansı bir məlumatı və yaxud hansı bir elementi, bir müvəqqəti məlumatı əldə etmək və bu məlumatlardan istifadə etmək üçün aralıq nəticələr, təsadüfi giriş yaddaş, yəni Random Access Memory, təsadüfi giriş. O həm də müvəqqəti yaddaş kimi tanınır. Çünki məlumatlar yalnız kompüter sistemi işə salınana qədər saxlanılacaq, söndürdükdə isə məlumatlar itirir. Yəni yandıranda bilirsiniz ki, BIOS init olunur və ondan sonra bütün elementləri yoxlayır. Hard diskdir və yaxud da SSD-dir, ana platanın digər hissələrdir və əməliyyat sistemimiz artıq başlayır işə düşməyə. ROM isə read only, yəni burada artıq adından da görünür, read only, oxumaq yalnız. Gördüyünüz kimi burada da yazmışam, ROM yalnız oxuyan yaddaş deməkdir. Bu həm qeyri-üçüncü yaddaş kimi tanınır, çünki buradakı məlumatlar istifadəçi tərəfindən silinənə qədər daimi olaraq saxlanılır. Yəni ROM balaca bir hissəcik olsa belə, hansısa bir istifadəçi, hansısa bir element, hansısa bir sənədi faylı siləndə o özündə daxildə saxlayır. Daha sonra isə bizim maqnit saxlama cihazları deyilən bir termin var. Yəni cihazın özü maqnitdən ibarət olan, yəni içində maqnit hissəcik. Yəni bunlar nə aiddir? Floppy disk, yəni şəklini mən göstərim sizə. Ona qısaca FFD də deyirlər 3.5. O vaxtda yəqin köhnə kompüterlərdə siz yəqin görmüsünüz. Floppy disk drive buna deyirlər. O vaxtda disket də həmçinin deyirlər buna. Bunların yaddaşı çox megabayt olduğu üçün bəzi lazımlı fayllar FTD-də saxlanılırdı. Fiziki də deyirlər buna. Artıq bu köhnə avadanlıq olduğu üçün indiki müasir kompüterlərdə bu element artıq daha istifadə olunmur. Daxilində yumru disk olduğu üçün maqnit halında məlumatlar o ilə bağlı init olunurdu. İkinci bizim maqnit cihazımız, bizim bildiyimiz hard disk də deyirlər, HDD də deyirlər, hard disk drive də deyirlər. Gördüyünüz kimi bu bizim standart bir hard diskimizdir. Düzdür, burası indi hal-hazırda açıq formadadır. Amma bağlı olduğu üçün biz onun altını görə bilmirik. Yəni bu indi hal-hazırda açıq olan forması. Gördüyünüz kimi bu bizim diskimizdir. Hard disklərdə default olaraq 5400, 7200 və 9600 RPM-də disk fırlanır. Yəni RPM, yəni onun sürəti, necə deyərlər, saniyədə fırlanma sürətidir. RPM ona deyilir və bu gördüyünüz bu iynə isə həmin məlumatları burada oxudur. Yəni siz kompüteri yandırdığınız zaman, hard disk işə düşdüyündə zaman həmin bu iynəcik hissəsi həmin o diski fırladaraq
məlumatların işləməsi baş. Yəni siz əməliyyat sisteminiz açılır, siz orada işlər görürsünüz, həm Google Chrome açırsınız, sənəd yazırsınız, internetə girirsiniz. Hamısı bu belə deyək, teypin üzərindən gedir. Amma hard diskin mən 1-2 dənə özəlliklərindən danışmaq istəyirəm. Həm müsbət cəhəti, həm mənfi cəhəti. Mənfi cəhəti odur ki, hard diskdə yəqin çoxsunuz bilirsiniz ki, batch sector deyilən bir sistem var və LBA sektorlar deyilən bir sistem var. Batch sector nədir? Məsəl üçün elementar bir dedik. Siz Command işlədiyiniz zaman biz həmişə necə söndürürük? Giririk bura, məsəl üçün shutdown edirik və sistem dayanır. Lakin bəzən elektrik avadanlığında problem olanda və yaxud da notebook zayatka saxlamayanda və yaxud da sizin sistem kompüterinizdə UPS, yəni enerji saxlama cihazı, belə deyək də, stabilizator olmayanda, kompüter riski qəflətən sönəndə həmən bu fırlanan maqnit sürətlə olaraq dayanır və burada başlayır artıq cızılmalar getməyə. Bir dəfə, 2 dəfə, 3 dəfə də və sizə sistemdə başlayır artıq nasazlıqlar yanmağa, ölüm ekranı deyirlər, BSOD, göy ekran gəlir və digər xətalar başlayır çıxmağa. Ondan da əlavə hard diskə fiziki zədə deyəndə, məsələn, düşdü ərdən yerə və yaxud nə su dəydi, artıq orada başlayır batch sektorlar yaranmağa. Mən sizə batch sektor barəsində bir balaca məlumat verim. Batch sektor bildiyiniz kimi burada hard diskdə məlumatda bloklara bölünür deyə. Görürsünüz hamısı readlərdir. Amma elementar bir şəkil göstərəcəm sizə. Hard disk Sentinel batch sektor. Baxın. Və məsəl üçün burada göstərir ki, bu hard diskin bir dənə yaxşı bir format. Baxın yoldaşlar, performans 100%-dir. Yəni hard diskin sostoyaniyası yaxşıdır. Amma sağlamlığı artıq 24%-dir. Yəni nə qədər aşağı olanda onun sağlamlığı. Sizin sisteminiz bütün gördüyümüz işlər başlayır çox ləng işləməyə. Yəni mütəxəssislərin dediyinə görə 95-100% arasında olan zədə, yəni məsəl üçün sizdə burada health 95-96% işləmə hardasa bir balaca cüzi hiss edəcəksiniz ki, artıq sistemdə biraz ilişməli. Amma uca 90-ı keçdi, sizin hard diskiniz başlayır. Onu da işləmə səbəbini mən sizə deyim. Baxın, burada dediyim kimi, iynə əgər bunu dəqiqədə 5400-7200 fırladısa, artıq nə qədər batch çox olduqda təkər, yəni diskimiz başlayır aşağı sürətlə işləməyə. Yəni adi bu necə deyimsə, DVD disklərdə necədir? Disk dayanmadan fırlanır, amma cızıq olanda başlayır ilişib buraxmağa. Hard diskin işləmə, yəni prinsiplərindən biri də odur. Ona görə də məsləhət tövsiyə olunur ki, notebook, məsələn, mən notebookdan söhbət edirəm. Çalışın qoymayın ki, ona bir fiziki falan zədə deyilsin və yaxud da hansısa bir udar görsün. Həmçinin kompüterlərdə UPS saxlayın ki, işıq sönənə qədər siz çatda biləsiniz ki, məsəl üçün tutam işıq var söndü, UPS-in bir 10 dəqiqə baterekasının ömrü var. Siz 10 dəqiqənizdə bütün işlərinizi sonlandıra bilərsiniz ki, həm hard diskimizə güc düşməsin, həm də performansı aşağı düşməsin. Və bəzən mənə bir sual verirlər ki, hard diskə əməliyyat sistemi yazanda orada MBR və GBT deyilən bir sistem var. Yəni, çox vardır ki, MBR, GBT o nə olan bir şeydir. Mən sizə MBR və GBT barəsində danışmaq istəyirəm ki, onların fərqi nədir ki, siz əməliyyat sistemi yazanda biləsiniz. Mən sizə bir dənə şəkil göstərəm. Baxın, birinci başlayaq. Ən çox verilən sual MBR ilə GBT arası fərq nədir? Deməli, birinci başlayaq GBT-dən. GBT-nin tam forması Grid Partition Table, yəni qısaca GBT deyirlər. GBT fizikal sabit diskdə, yəni bildiyimiz hard diskdə bölmə cədvəllərini yerləşdirməsi üçün standart bir termindir. MBR isə MBR-ın tam adı Master Boot Record gedir. Qısaldılmış MBR deyilir, eyni funksiyalanlığa malik, amma lakin köhnə standartlara cavab verən bir termindir. Sabit diskinizi bölməyə ayırdığınız zaman və ya bölmə alətinə istifadə etdiyiniz zaman iki bölmə metodundan ya birini seçə bilərsiniz. İndi mən yaxşı, nə bilim, mən sistemimə MBR yazım, yoxsa GBT kimi bunu bölüm. Yəni müqayisə ediyor onu. Müqayisə bizə belə göstərir ki, MBR GBT-dən daha köhnədir. MBR köhnə sistemdə daha yaxşı işləyir. GBT-yə gəlincə o daha təkmil və yeni sistemlərə daha uyğundur. GBT-nin üstünlüyü böyük arakəsmə ölçü, arakəsmə sayı nasazlığa dözümlükdür.
Bundan da əlavə yoldaşlar, UEFI ilə işləyən kompüterlər yalnız GBT-ni dəstəkləyə bilər. Məsəl üçün, Microsoft'un hardasa var 1-2 ay bundan öncə Windows 11-i yalnız GBT və UEFI dəstəkləyəcəyini təsdiqlədi. Yəni məsəl üçün siz kompüter almısınız, məsələn təzə bir nəsil, məsələn ya Lenovo, ya HP, ya Acer, ya Xiaomi-nin kompüterləri. Əgər siz belə deyək də, oktyabr 14-dən Windows 10-a artıq support dayanacaq. Yəni bu Microsoft özü rəsmi deyib ki, mən dayandırıram. Və yenilənmələr artıq bəzi komponentlər artıq gəlməyəcək. Məsəl üçün Chrome-un təzə versiyası çıxıb, artıq onu dəstəkləməyəcək. Yəni Windows 7 hal-hazırda necə Teams işləmir, Chrome köhnəlib, Windows 10-da həmçinin olacaq. Və biz artıq nə etməliyik? Məcburi olaraq Windows 11 23H2-yə keçməliyik. Və Microsoft da deyir ki, yəni Windows 11 yazan zaman ancaq GBT və UEFI BIOS dəstəkləmək üçün, yəni sistemi rahat istifadə etmək üçün bu arada istifadə etməlisiniz. İndi gəlin mən sizə GBT-nin faydalı tərəflərindən də danışım. GBT-də həm MBR, həm GBT əsas və dinamik ola bilər. Bununla belə GBT-də, yəni siz diskinizi daha böyük tutumlu müasir cihazlara uyğunluq edə bilərsiniz. Həmçinin də yaxşı performans göstərir. Gəlin sizə yazım. Burada mən özüm də qeyd edəcəm. Baxın, adi belə bir Word dokument açım. Yəni gəlin birinci başlayaq GBT-nin və MBR-la GBT-nin fərqi. Bura yazılır məsəl üçün MBR-ın özəlliklərindən yazacağam. Nələr daxildir MBR-da və GBT-də. Birinci başlayaq MBR-ın özəlliklərinə. Deməli maksimum yazıram. Maksimum kapasite, yəni yaddaş tutumu kapasite 2 terabaytdır. MBR siz 2 terabayta qədər maksimum rahat sisteminizə oturtuna bilərsiniz. Daha sonra bir hard diski bölmə sayı. Məsələn, siz bir standart olaraq necə bölürük? C, D diski. C-də əməliyyat sistemi yazılır. D-də də bizim lazımlı tam şəxsi məlumatlarımız, şəkildir, fotodur, video vardır, o var eləyimiz. Məsələn, biz onu bölə bilirik. Həmişə standart necə olur? Məsələn, 2 terabaytlıq diskdir. Məsələn, 1000 gigabaytını mən verirəm C-yə, D-yə də verirəm. Məsələn, 1000 gigabayt. Amma bəzi deyir ki, yox, mən əlavə razdel var da. Açmaq istəyirəm, partitionlar yaratmaq istəyirəm ki, daha da vacib mənim sənəd sürətlərim və yaxud hansı bir projelərimiz var. MBR-da, mən də burada yazıram, MBR-in bölmə sayı. Bölmə sayı maksimum 4 dənədir. Yəni siz bir disklə MBR səviyyəsində sistem 4 dənə bölə bilərsiniz. Yəni məsəl üçün C, D, Y, məsəl üçün F belə deyək. Yəni siz bax belə. Ondan o yanası artıq disk menecmentə deyəcək ki, mən təəssüf olsun ki, bölə bilmirəm. Firmware supportu mən barəsində demək istəyirəm. Firmware hansını dəstəkləyir? BIOS. Yəni köhnə nəsilləri dəstəkləyir. UEFI-ları təəssüf olsun ki, MBR support göstərmir. Əməliyyat sistemləri supportu mən demək istəyirəm. Hansı əməliyyat sistemləri ilə bizdə işləyir? Deməli Windows 7, 95, 98, Vista, XP 32 bit yalnız, 2000 və 2003 köhnə sistemlər var. Görürsünüz, burada indi hal-hazırda müasir olan sistemlərdən heç birini təəssüf olsun ki, dəstəkləmir. Və digər funksiyalarını mən yazmaq istəyirəm. Sürət barəsində, performans barəsində. İşləməyi barəsində. Sürəti azdır. Daha az. Və bir dənə də bir məsələ var. Mən onu orada sizə deyim. Qabaqcıl texnologiya deyiləndə, yəni qabaqcıl texnologiyalarda işləyir. Yəni savremenli kompüterlərin bəzilərinin bir 50% ilə işləməyə bacarıqlıdır. İndi isə keçək GBT-nin özəlliklərinə. Baxın, aşağıda yazıram. Deməli, maksimum yenə də yazıram, kapasite. Baxın, MBR-da 2 terabaytsa, indi deyəcəm, inanmayacaqsınız. 2 terabayta qədər, yəni siz onu MBR eləyə bilərsiniz razıcığı. GBT-də isə 9,4 zetabayta qədər dəstəkləyir onu. Hər zetabayt da
1 milyard terabayta bərabər. Yəni siz təsəvvür eləyin ki, mən o boyda bir nə bilim RAID qurmuşam, bir data center, nə bilim necə deyim, böyük bir infrastruktur qurmuşamsa, yəni 9,4 zettabayt təsəvvür edin də, o nə boyda deməkdir. GB bölmə sayı. GB bölmə sayı sizcə burada nə qədər var? Bilər? Mən sizə deyim. 128 əsas bölmə. Yəni 128 yəni bir sizə deməkdir. A, B, C, D, Y bütün əlifbadan yəni siz nə qədər sizi yada bilərsiniz. Həmçinin də onu RAID də edə bilərsiniz. İndi baxın sizin istəyinizə və qurduğunuz infrastruktura. BIOS firmware-sı o nə ilə işləyir? Firmware-sı bunun UEFI ilə, yəni indiki yeni müasir texnologiya ilə işləyir. Əməliyyat sistemlərinə keçək. Əməliyyat sistemləri isə bizdə belədir. Yalnız 64 bit, 64 bit arxitekturası ilə olan əməliyyat sistemləri 8, 10, 11 və 11-dən yuxarı. İndi bizdə hal-hazırda 12.1 olacaq. Microsoft yəni rəsmi deyib ki, ardasa ya yaza ya payıza artıq beta versiyası buraxılacaq. Performansa baxanda sürət baxımından daha tez işləyir və yeni savremenlə müasir texnologiyalarla işləyir, amma bəziləri deyir ki, daha az inkişaf etmiş texnologiya və avadanlıqlarla işləyir. Artıq yəni siz bu özəllikləri biləndən sonra siz özünüzdə və yaxud da digər bir qırağa bir iş görəndə belə deyək, siz artıq biləcəksiniz ki, MBR qurum ora yoxsa cibit. Yenə də baxır sizin gördüyünüz işə. Və SSD barəsində bir balaca danışmaq istəyirəm. SSD-nin qısa mənası Storage State Drive-dir. Bəziləri soruşur ki, hard disklə SSD-nin işləmə prinsipi nədir? Baxın, biz bayaq dedik ki, bizdə əgər hard diskdə içində disk var və həmin o iynəcik, belə deyək, onu fırladıb məlumatlar işləyirsə, məlumatlar mübadilə edirsə, read, write və ya silinməsi falan. SSD-də yəni mən sizə şəklini göstərim. SSD-nin içində yoldaşlar nano deyilən bir çiplər var. NAND deyilən bir çiplər var. Yəni əgər bizdə hard diskimizdə val fırlanırsa, həmin o maqnit SSD-nin içində isə bu gördüyünüz mikroçiplər həm oxuma, həm yazma, həm silinmə, həm əməliyyat sistemini işlətmə. Yəni siz gündəlik nə istifadə görürsünüzsə, hamısı bu çiplərin üzərində gedir. Hard disk SSD-nin özəlliyi odur ki, hard diskdən 2 dəfə və ya 3 dəfə tez o işləyir. Oxuma, yazma daha sürətlidir. Amma SSD-nin bir dənə mənfi xüsusiyyəti olur. Yəni mən öz praktikamdan deyirəm. Məsələn, siz SSD almısınız, bir müddətdən sonra durduq yerdə SSD yanır. O da nə ilə bağlıdır? Həm yüklənmə ilə bağlı, həm çiplərlə. Hard disk elə ki, biraz bad sektor olsa belə bilirsən ki, az olsa da işləyir. Amma SSD-də çox təəssüf olsun ki, elə bir funksiya yoxdur. Çünki bu adnarazı bir çiplərdir. Onu nə payka eləmək olur, nə də çıxardıb yenisini qoymaq olur. Biz nə etməliyik məcburuq? Avtomatik olaraq ya gelib yeni SSD almalıyıq. Əgər bizim kompüterimiz NVMe 2 SSD-yə də dəstəkləyirsə, NVMe 2 də olur. İndi bəzi yeni müasir kompüterlərdə yekə SSD-lərdənsə M2 SSD-lərə bax gördüyünüz kimi bu Samsung şirkətində belə də istifadə olunur. Bunun da əlbəttə ki, sürəti yazmaq, oxumaq, işləmək daha da sürətlidir. Amma hər belə deyək, notebookun və ya kompüter ana platasında NVMe 2 SSD yeri olmur. Ya standart SSD olur, SATA SSD və yaxud da ana platanın içində belə yer olsa, əlbəttə ki, siz NVMe 2 SSD alıb istifadə edə bilərsiniz. Və keçək o birisi bölməmizə flash yaddaş cihazları. Flash yaddaş cihazlarına qələm sürücüsü, ola pendə deyilən bir şey var. Flash yaddaşa və daxili USB interfeysinə malik olduğu USB sürücüsü də deyilir. Bu qurğular dərhal masaüstü kompüterlərimizə və notebooklarımıza qoşula bilər ki, bu da onlara daha tez sürətli səmərə imkan verir. Düzdür, indi qələm sürücüsü biz elə çox istifadə olmur, yəni mən öz praktikamda şəxsən istifadə eləməmişəm. Biz standart həmişə nə istifadə, ya USB flaşka və yaxud da SSD və yaxud da bir mikrokartdan falandan
Hə, biz standart adətən, yəni hal-hazırda bu dəqiqə nə istifadə edirik? SSD, external hard disk, flaşka və yaxud da digər cihazlar. SSD barəsi biz danışdıq. SD kart barəsində nə demək istəyirəm? Yəqin çoxlarınız bilirsiniz ki, SD kart balaca bir mikro kart da deyirlər ona. Kontaktsız ağıllı kart buna deyilir. O vaxtı yəqin yadınıza gələr, Nokia telefonları, köhnə telefonlarda hamımız biz mahnıya və yaxud da videonu işlətmək üçün onlarda yaddaş çox az olurdu, megabayt olurdu. O vaxtda bir 10 il, 15 il bundan qabaq mikro kartlar ən çox modda idi. Transcend idi, SanDisk firması idi, mənim yadıma gəlir. Nokia'nın öz mikro kartları 1 GB, 2 GB olub, 1 GB, 2 GB bizim üçün belə idi, ən böyük yaddaş kimi. Çünki o vaxtda terabayt falan elə də çox istifadə olunmurdu. Amma SSD-nin də mənfi özəlliyi odur ki, durduğu yerdə o da xarab ola bilər. Yəni bərpa etmək biraz çətin məsələdir. Və adi bildiyimiz bizim USB-lər, USB device'lardan USB flash kartdır. USB 2.0 da var, 3.0 da var, 3.1 də var və 3.2 də artıq çıxıb. Mən görmüşəm, mənim öz flashkam Kingston'dır. 3.2 interfeysi ilə işləyir. Əlbəttə ki, özəlliyi odur ki, sürət yazma oxumağa görə 3.0-dan yuxarı var, çox oynayır və belə bir bəzən müraciət olunur ki, USB-də əməliyyat sistemi yazanda, yəni onu bootable eləyəndə, orada görürsə, hər biriniz bilirsiniz ki, hard diskdir. Hard diskin məsəl üçün NTFS formatı var. Flashkalarda da exFAT, FAT32 və NTFS eləmək olur. Bəziləri soruşur ki, bəli, bunun özəlliyi nədir, nədə istifadə olunur? Mən bu barədə bir balaca sizə danışmaq istəyirəm ki, birincisi gəlin başlayaq exFAT barəsində. exFAT yazım ona bir baxın. exFAT-da istifadə olunan. exFAT genişlənmiş fayl yerləşdirmə cədvəlidir. 2006-cı ildə yaradılıbdır. Əlbəttə ki, Microsoft tərəfindən. Ümumi göstəricəsi isə yüksəkdir. Həcmi ölçülü limiti 128 perabayta qədər ötürür. Və belə deyək, şəffaf sıxılma, yəni kompressiya, defragmentasiya sistemini təsvir olsun ki, dəstəkləmir. Windows'un bütün və Mac OS üçün, həmçinin Linux-un da, yəni siz exFAT formatında flashka əməliyyat sistemi yazsaz, Linux-u, Mac-ı, Windows-u hamısı onları dəstəkləyəcək. Və onların mən fərq barəsində demək istəyirəm, bəziləri çünki soruşur ki, onların fərqi nədir, nə üçündür? Baxın, NTFS yeni nəsil texnologiya sistemidir. 1993-cü ildə Microsoft tərəfindən buraxılıb. Yəni onun göstəriciləri kiçik həcmlər üçün aşağıdır. Böyük göstəricilər üçün yüksəkdir. Məsəl üçün exFAT həcm ölçüsü 128 perabaytsa, NTFS 8 perabaytdır. Və məhdudiyyət yoxdur exFAT-da, amma NTFS-də var. Səhv tolerantlığı, yəni file tolerance, onu yəni ki, RAID-də bilirsinizsəz, maksimumdur. Şəffaf sıxılma, compression var. exFAT xarici cihazlar üçün daha sürətlidir. Çünki USB bağlantıları əməliyyat sisteminə oxu yazma sürəti ilə daha çox yanaşır. Sıxılması var, kompressiyası və Windows-un bütün versiyaları işləyir. Amma Linux-un bəzi versiyalarını o görə bilmir. Həmçinin də onu demək istəyirəm ki, sizə əziz yoldaşlar, sürət baxımından əlbəttə ki, exFAT özünü doğruldur. Çünki exFAT-la interfeyslə müqayisədə exFAT daha da yüksək effektivlik nümayiş etdirir və sistemin resurslarından daha da az istifadə edir. Ona görə də mənim fikrimcə sistem yazanda exFAT daha da yaxşı olur. Məsəl üçün siz Rufus-la və yaxud da Power ISO-la yazanda exFAT-ı seçə bilərsiniz. Və növbəti bizim artıq optik cihaz saxlama cihazlarından danışmaq istəyirəm. Bu düzdür, indi artıq bu avadanlıq belə cihaz daha az istifadə olunur. Bu CD və DVD-dir. CD-nin yaddaş tutumu 700 MB-dır. DVD-nin 4.7 GB-dır. 8.5 GB olur. Blu-ray disklərində 25 GB-dır. Düzdür, bunlar da əslində
GVG ROM-la işləyir. Sadəcə o cızıvanda artıq məlumatlar başlayıb donmağa. Çünki bunlar hamısı həssas, şəffaf bir cihazdır deyə cızılma çoxdur. Və bizim yeni müasir yadda saxlama qurğularımızdan artıq bir neçə müddətdir, neçə illər istifadə etdiyimiz bulut texnologiyasıdır. Bulut texnologiyası deyiləndə bəziləri deyir ki, bulut nə olan bir şeydir. Baxın, artıq müasir şirkətlər, müasir özəl və dövlət yerlər hamısı bulut texnologiyasına keçir. Azərbaycanın məsəl üçün rəsmisi az buluddur. Baxın, elementar bir şey deyim sizə. Məsəl üçün Mega, Google Drive, Yandex Disks, Amazon, Microsoft Azure və Alibabanın da cloud-u var, belə deyək. Yəni bir var ki, siz məsəl üçün infrastruktur qurmusunuz, sizin data center'ınız var. Siz əlbəttə ki, orada bir 20 dənə, 30 dənə, 40 dənə NAS storage, SAS disklər, RAID-lər qaldırırsınız. Əlbəttə ki, belə deyək, finans, maliyyə baxımından əgər onlar baha gəlirsə və sizin şirkətin rəhbəri deyir ki, bu avadanlıqlar bahadır, yəni yerdə maliyyə baxımından və artıq deyir ki, bunu biraz optimizasiya eləmək lazımdır. Yəni müasir eləmək. Və təbii ki, sizin də bir yolunuz var ki, siz şirkətin data fayllarını, lazım olan məlumatları siz buludda saxlayırsınız. Düzdür, bulud bir tərəfdən performans cəhətdən həm yaxşıdır, amma qiymət baxımından biraz bahatçılığı var. Məsəl üçün, Microsoft Azure-da hər resursu, hər serveri, RAM-ını qaldıranda sizdən müəyyən bir pul tələb edir. Orada yəni sizə hazır qiymət verilmir. Siz orada, məsəl üçün, server qaldıranda parametrlər orada göstərilir. Məsəl üçün, prosesor Intel Xeon və yaxud AMD EPIC. Məsəl üçün, storage'im olsun mənim RAID 5, nə bilim 10 terabayt, artıq orada qiymətlər dəyişir. Və siz büdcənizə uyğun orada təmizləyiniz ki, məsələn, mənim bu qədər user'ım var, bu qədər device'ım var, bu qədər də məlumatlarım var. Yəni, cloud-da siz həm şəkillərinizi, həm məlumatlarınızı, həm şəxsi fayllarınızı orada saxlaya bilərsiniz. Məsəl üçün, bu dəqiqə hal-hazırda telefonlarımızın 90%-də Android istifadəçilərdən söhbət gedir. Hamımızda bu dəqiqə Google Drive deyilən bir şey var. Hə, məsəl üçün, nəsə lazım bir şey olanda biz ona saxlayırıq ki, alva eləməsin, telefon sistemi çökəndə və yaxud da format olunanda mən həmən o Google Drive-dan oradan backup'ını çıxarda bilim. iPhone-larda Apple Cloud-dur. Apple Cloud-da mən bildiyim qədər 5 GB yer verir. Microsoft 1 TB yer verir. Digərləri isə artıq instansa baxaraq, orada artıq qiymət paket deyilən bir və billing sistemi var. Məsələn, Amazonda billing sistemi var. Artıq siz orada özünüz seçirsiniz ki, mənə nə qədər kapasite, yəni yaddaş lazımdır. Və ona uyğun siz artıq orada planlaya bilirsiniz. Yəni, hal-hazırda müasir texnologiyada bulut sistemi daha çox istifadə olunur. Məsələn, mənə ən çox belə təriflədiyim də deməyək, məsləhətli istifadə elədiyim Microsoft Azure-dur. Çünki Microsoftun özünüz bilirsiniz ki, Azure-dan başqa OneDrive sistemi də var. O da 5 GB yer verir. Siz orada öz fayllarınızı və yaxud da şirkətin korporativ bir hansı fayl varsa, oradan sharing eləyə bilərsiniz. SharePoint sistemi vasitəsilə. Və mən sizə hard disklə SSD-nin fərqlərini mən sizə dediyim, nə olur və bir məsələdə mən sizə danışmaq istəyirdim. Yəni, bəziləri soruşur ki, cloud-dan hansı cür RAW-larda istifadə edirəm, amma baxın, belə deyim, əgər siz kompüterinizi ev şəraitdə işlədirsinizsə, sizə cloud-aya da ehtiyac yoxdur. Yəni, sizdə elə də çox mən bildiyimə görə məlumatlar olmur. Amma sizdə artıq infrastruktur böyüdükcə, data center'da artıq, məsəl üçün, bir data center'da artıq həcm artıq çoxdursa, siz məcbur onları
Cloud-a köçmək. Həmçinin də cloud-a köçməyin bir öhdəliyi də var ki, bir xüsusiyyəti də var ki, sabah var məsələn sizin data serveri çökəndə siz bilirsiniz ki, onun rezerv backup'ı artıq cloud-da var. Düzdür, bəziləri ikinci data centerdə qaldırır, serverlər qaldırır ki, inan olsun birində məsəl üçün fault tolerance olanda o birisi yerə rezerv kimi işləsin. Amma cloud-un bir özəlliyi də var ki, siz cloud-da harda olmağınıza baxmayaraq oradan rahat məlumatlarınızı götürə bilirsiniz. Həm də cloud-un 3 cür növləri var. Private, hybrid and public. Onları mən inşallah gələcək dərslərdə keçəcəm sizə. Yəni şirkətlərdə hansı cloud istifadə olunur, private ilə hibridin nə fərqi var. O hamısı Azure olan bir dərsin bir elementlərdir. İnşallah onları mən sizə gələn dərslərdə danışacağam. Bu günlər biz storage device'ımız barəsində biz danışdıq. Hansı var biz istifadə edirik, gündəlik bizə hansı var istifadə olunur, müasir dövrdə, köhnə dövrlərdə hansı var olubdur. Bu günlük bu qədər dostlar. Gələn dərsimiz bizim RAID family, yəni RAID nəslinə aid olacaq. RAID-lər necə cür olur, RAID-lərin növləri nədir, RAID-in mənfi və müsbət xüsusiyyətləri barəsində danışacağam, arxitekturası barəsində. Bu günlük bu qədər dostlar. Sağ olun, gələn görüşlərədək.